Axşamınız xeyir, əziz insanlar. Bu yaxınlarda bir valideyn Şəmkirdən mənə zəng elədi. Dedi ki, müəllimə, mənim oğluma müəllim sinifdə deyibdi ki, sən dərsi oxuyursan, oxu, oxumursansa heç oxuyan günün olmasın. Mən onsuz da kartımı salır, pulumu çıxardıram. Hökumət mənim pulumu verir. Sən oxusan da mən pulumu alacam, oxumasan da pulumu alacam. Valideyn çox əsəbləşmişdi. Mən anlayıram, valideyni başa düşürəm. Amma sadəcə onu demək istəyirəm ki, bir müəllim bu sözü şagirdə deməlidir. Və müəllimə yaraşırmı ki, bu söz desin ki, oxuyursan, oxumursan, heç oxuyan gün olmasın, mən onsuz da maaşımı alıram. Müəllim, sənin borcundur o dərsi uşaqlara başa salmaq. Hətta sən onu çəkilişi dərsdə izahını verib valideynlərə göndərməlisən ki, yeri gəlsə, valideyn, mən dərsin izahını verirəm, mən xahiş edirəm, övladlarınıza dəstək çıxın ki, bu dərsi öyrənməsinə və elə izah verməlisən ki, uşaq onu başa düşməlidir. Oxşar cəhətlərini, fərqli cəhətlərini, müqayisəli, həyatda yerini, sənin borcundur uşağa dərsin izahını vermək. Müəllimlər var ki, onların sinifi çox yəni uşaqların göstəricisi yüksəkdir. Deməli, müəllimdən çox şey asılıdır. Müəllimdən istəsə, müəllim o servis lazımı səviyyə çatdıra bilər. O, onun sözü deyil ki, özün bilərsən, istəyirsən oxu, istəyirsən oxuma, mən onsuz da maaşımı alıram. Yəni, bu təfəkkürlə, bu düşüncə ilə bu müəllim uşağa nə öyrədəcək? Heç nə. Yəni, utanç verici.